Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizə elə bir ev təqdim edəcəm ki, evi almasanız belə inanın ki, videosunu izləməkdən zövq alacaqsınız. Dəyərindən aşağı qiymətə çox təcili əlim yandı da satılır və evimiz şəxsi tikili evdir. Evimizin yerləşmə yeri Maşdağa qəsəbəsidir. Palma marketin yaxınlığıdır. 3 sotun içindədir, 3 mərtəbəli evdir. Evin 3-cü mərtəbəsi mansardan ibarətdir, geniş bir mansardır. 3 sotun içində yerdən 5 daş kürsüdə tikilib. Elə qiymətini də əvvəlcədən qeyd edirəm. Çünki bilirəm qiymətini eşitib axıra qədər də videonu izləyəsiniz. Cəmi 110 min manatdan satışa çıxıb. 3 mərtəbəli ev qiyməti cəmi 110 min manat. Bir daha məlumatları təkrar edirəm. Maşdağa Palma marketin yaxınlığı, hər bir tərəfi yaşayış olan yerdə 3 sot torpaq sahəsindədir. Evin heç bir zabora bitişi yoxdur. Hər bir tərəfindən zaborundan geniş məsafəsi saxlanılaraq tikilib. Həyətində növbənöv bahalı ağaçları var, dekorativ ağaçları var. Evdə əvvəllər yaşayış olub, hazırda yaşayış yoxdur. 3 mərtəbə, üstü mansar və 5 otaqdan ibarətdir. Evin ümumi sahəsi isə 300 kvadrat metrdir. Evin 2-ci mərtəbəsindən 2 yataq otağından balkonuna çıxışı var. Burada yerləşir geniş bir qonaq otağı. 1-ci mərtəbədə hamam sanitar qovşağı ayrı-ayrılıqdadır. 2-ci mərtəbədə hamam sanitar qovşaq yoxdur. Mərtəbə arası tamamilə monolit betondur. Və onu da qeyd edeyim ki, hansı otaqda kondisioner görsə, satış zamanı hamısı qalacaq. Evin altı da betondur, üstü də betondur və mərtəbə arası tamamilə monolit beton. Bura sanitar qovşağıdır, aksesuarlar da var. Qazı, suyu işığı daimi fasiləsizdir, sayğaçlarının da hamısı var. Sənəddə torpağın çıxarışıdır. İndi isə qalxaq evin 2-ci mərtəbəsinə. 2-ci mərtəbədə yerləşir 4 yataq otağı. Bu 1-ci yataq otağı. Hər bir otağında gördüyünüz kimi geniş pəncərəsi var. Və otaqların ikisindən də evin balkonuna çıxmaq olur. Buradan pəncərədən göstərirəm sizə balkon. Pləşənin alt hissəsi də kladovkadır. Buradan da göstərim. Eyni balkonlu. Otağın ikisindən də eyni balkona çıxır. Yavaşla. Bu da evin mansar hissəsi. Sima xanım, evi bəyəndiniz yoxsa yox? 110 minə dəyər. Bu qədər dəyərli izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Sizin də satışda olan evləriniz varsa, Sima xanımla əlaqə saxlaya bilərsiniz.